Çox yeyib amma arıq qalan insanların gizli sirri nədir? Birinci səbəb genlərimizdir. Araşdırmalar göstərir ki, təbiətən arıq olan insanlarda kökəlməyə meyilli genlərin sayı az olur. İkinci səbəb maddələr mübadiləsidir. Bəzi insanlarda bu mübadilələr daha sürətli formada gedir. Yəni həmin insanlar sakit oturanda belə başqalarına nisbətən daha çox kalori yandırırlar. Üçüncü səbəb yediklərimizdir. Burada əsas olan məsələ yediyimiz qidanın miqdarı yox, onun kalorisidir. Yəni siz az miqdarda qida qəbul edib, amma kalori dəyəri yüksək olan məhsullar yediyinizdə bu sizin kökəlməyinizə səbəb olur. Çalışın ki, yediyiniz qidaların kalorisinə diqqət edin və gündəlik olaraq 2000 kaloridən artıq qida qəbul etməyin. Dördüncü səbəb isə hormonlarımızdır. Bəzi insanlarda toxluq və aclıq siqnalları fərqli işdir. Yəni həmin insanlar yeyib doyduqları halda onlara siqnal getmədiyi üçün daha çox yemək istəyir və bu da onların kökəlməyinə səbəb olur. Əgər siz arıqlamaq istəyir və bunu edə bilmirsinizsə, bu zaman alfa-xoron preparatı sizə yardımçı olacaq. Alfa-xoron bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində alfa-lipoid turşusu və xorom maddəsi var. Bu maddələr bədənimizdə yağ karbohidrat mübadiləsini yaxşılaşdırır. İnsanda toxluq hissi yaradır. Yəni şəkərə, çörəyə, şirniyyata olan meylliliyi azaldır. Bu da sizin uzun müddət ac qalmağınıza və arıqlamağınıza səbəb olur. Daha sonra bədənimizdə piy toplanmasının qarşısını alır. Əgər dəri altında, qarın hissənizdə yaxud da ki, qaraciyərinizdə piylər varsa, bu piylərin yandırılmasına və onun da enerjiyə çevrilməsinə səbəb olur. Tərkibindəki antioksidant özəlliyi sayəsində isə qocalma prosesinin önünə keçir. Alfa-xoron preparatını bütün apteklərdən əldə edə bilərsiniz.